من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي اللهم طهرني فيه من الدنس والأغبار وصبرني فيه على كائنات الأقدار ووفقني فيه للتقى وصحبة الأبرار بعونك يا قرة عين المساكين آمين ya Rabbel Alemin. Allah'ın salamı olsun siz əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə sübhün bu çağında durub Allah evinə gələn hər kəsə və bizi canlı vasitəsilə istər ölkə hüdudlarında, istər ölkə hüdudlarından kənarda izləyən izləyicilərimizə. Allah'tan diləyək Rəbbimizə ən ataraq istədiyimiz hacət və məhləklərimiz rəva eləsin. Və Rəbbimizə bir daha sonsuz həmdlər, sənalar, şükürlər olsun ki, ömrümüzdən bir daha bu günü yaşamağı, sübhün bu çağında Allah evinə gələrək ona ibadət etməyi, dua etməyi, istiğfar etməyi, bir sözlə özümüzü bağışlatmağa bizə möhlət vermiş, şans vermiş. Bunun üçün biz Rəbbimizə nə qədər şükürlər etsək, yenə də azdır. Çünki Allah bu verdiği ömrü bəşər çalışıb Allah üçün yaşamalıdır. Allahın razılığını əldə etməsi üçün yaşamalıdır. Və bunun üçün möhlətlər verilirsə, insan bu möhlət və fürsətdən faydalanmalıdır. Çünki fürsətlər bulut kimidir. Əl-Furəs kəs-sahab, Əmir-əl-Müminin əleyhissalam Nəhcül Bəlağədə buyurur ki, fürsətlər bulut kimidir. Bulut bir yerdə qalmaz. Kölgəsi düşər və keçər. Ona görə çalışağın bizdə Rəbbimiz tərəfindən bu möhlət və fürsətlər verilərkən yaxşı mənada ondan istifadə edək. Və ənənəvi olaraq sübh çağı hər günün duası barəsində danışırıq, izahını edirik. Bugünsə mübarək ayın mübarək günüdür, həm də bildiyimiz kimi cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən ruzili, ən nurani, ən bərəkətli bir gündür və cümə günü münasibəti ilə bütün dünya müsəlmanlarını, əhl-i beyt sevərləri, sizləri başda Zəmanə imamımız, İmam-ı Zəmanə Cəlallahu Teala Zuhurəhu Şərif olmaqla hər birinizi təbrik edirəm. Allah bu mübarək ayın mübarək gününü cümləmizə mübarək qərar versin inşallah. Günün duasının qısaca tərcüməsinə diqqət edək. Allahümmə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. İlahi, bugün məni çirkin əməl və pis işlərdən pak et. وَصَبِّرْنِي فِيهِ عَلَى كَائِنَاتِ الْأَقْدَارِ. Ey mənim Allahım, bugün qarşımıza çıxan hər bir asan və ya çətin işlərdə mənə səbir və dözüm ver. وَوَفِّقْنِي فِيهِ لِلتُّقَى وَصُحْبَةِ الْأَبْرَارِ بِعَوْنِكَ يَا قُرَّةَ عَيْنِ الْمَسَاكِنِ. İlahi, məni təqvalı və yaxşı insanlarla dostluq etməyi, yoldaşlıq etməyi, onlarla həmsöhbət olmağı bugün, bu ay hər vaxt mənə nəsib etkinən. Ey yoxsulların, kimsəsizlərin, miskinlərin gözünün işığı, son ümidi, çarəsi, pənahı olan Allahım. Amin. Ya Rabbel Alemin. Möhtərəm müsəlmanlar, əziz cəmaatımız, 13-cü günün duasında oruç tutan şəxs Allah qarşısında
etirafını əks etdirir. Belə bir dua ilə Rəbbimizə üz tutur. Allahümmə təhhirni fihi minəd-dənəsi vəl-əqsar. İlahi, bugün məni çirkin əməl və pis işlərdən pak et. Bundan öncəki günlərdə dua, istiğfar, amma artıq oruç tutan şəxs başa düşür ki, günahın özünün bir çirkabı var, bir qoxusu var. Günahın nə olduğunu da başa düşür. Amma indi onun mənəvi təsirlərindən, belə deyək, necə ibadətin mənəvi təsirləri var və günahınsa insan ruhunda, mənəviyyatında zərər və ziyanları var. Məni bütün pislik və çirkinliklərdən pak et mənasında insan artıq ruhi və mənəvi baxımından saflaşmaq istəyir. Necə bizim zahiri bədənimiz görünən fizioloji baxımdan çirklənəndə su ilə, məsələn, hamam duş qəbul edərək və yaxud əlimizi, üzümüzü yuaraq o çirkinliyi biz təmizə çıxardırıq. Günahın da insan mənəviyyatında, iç dünyasında öz təsirləri var. Hətta bəzən günah insanın fizioloji baxımdan öz təsirlərini də buraxa bilər. Məsələn, necə mənəvi baxımdan görürsən, çox səcdə edənin, çox ibadətlə məşğul olanın, o ilahi bir nur onda görünər. Bir Allah qoxusu, onu görəndə Allah yada düşər, onunla söhbət eləyəndə qəlbin aramlıq tapar, toxtaqlıq tapar. Günah əhli də bəzən görərsən, danışanda adam narahat olar, ruhuna təsir edər. Və burada günün duasında biz Allahdan istəyirik ki, ilahi, bugün məni çirkin əməl və pis işlərdən pak et. Xəta üzündən də insan günah eləyə bilər, bilməyərəkdən də günah eləyə bilər, bilərəkdən də. Amma hər halda bilərəkdən də, bilməyərəkdən də etsin, onun səndə təsirləri var. Misal olaraq, sən bir mayenin zəhərli olduğunu bilib içsən də, bilməyib içsən də, onun zatında zəhərləyicilik varsa, o mütləq şəkildə sənə təsir edəcək. Mən zəhərli maddəni, suyu, mayi, zəhərli olduğunu bilib içəndə mənə təsir edir, bilməyib içəndə təsir etmir deyə bir şey yoxdur. Məsələn də məscidimizdən, böyüklərdən, duranımızdan uzaq bir nəfər təşnədir, susuzdur. Su axtarır. Məsələn, görür bir stəkanda su var. Amma əslində o su yox, şərabdır. İndi bu müəyyən qədərini bilənə qədər də artıq o başına çəkib belə deyir, suyu içərkən içir. Bu bilməyərəkdən etdiyinə görə Allah onu cəzalandırmaz. Yəni, deməz niyə içmirsən, desə deyər Rəbbim mən bilməmişəm, bilsəydim bu şərabda içməzdim. Mən bunu su zənn eləyib, su bilib içmişəm, amma şərab çıxıb. Bunu Allah Teala cəzalandırmaz, bu bunun mənəvi tərəfi. Amma gəl görək, fizioloji cəhətdən bunun şərabı su bilib içməsi onun tərkibini, zatını dəyişirmi? Yəni, şərabın tərkibində keyfləndiricilik var deyə, bunda təsir etməyəcək, bu bilməyərəkdən içib deyə belə bir şey yoxdur. Yəni, zat öz zatlığını dəyişmir, qalır. Və günah da belədir. Sən bir şeyin günah olduğunu bilməyib, edibsənsə, bilmədiyə görə Allah keçər. Amma sən bilməyərəkdən onu edibsən deyə o səndə təsir qoymasın, belə bir şey yoxdur. Gəlin, bir həqiqəti sizinlə bölüşüm. Allahla öz aramızda. Mənim hələ o daimi məscid əhli olmayanla işim yox. Amma daimi məscid əhli olan, ibadətində diqqətli olan neçə nəfər gecə namazını qılır?
Amma hədislərdə var ki, əgər insan bilərəkdən, bilməyərəkdən haram iş görərsə, bu müvəffəq olmaz gecə namazı qılmağa. Mən demirəm, bilərəkdən günah eləyir hamı. Hətta bilməyərəkdən də edilsə, onun nəticəsi, aqibəti budur ki, o hələ də bilməyərəkdən günah işlər. Ya gözünün haqqını əda eləmirsən, ya dilinin haqqını əda etmirsən və yaxud da qulağının, məsələn, biri qeybət danışır, sən deyirsən, mən heç vaxt qeybət danışmıram, amma biri danışanda belə ləzzətlə qulaq asırsan, hətta bəzən söhbətə ayaq da verirsən. Məsələn, danışır, deməkdən ki, qardaş, sus və yaxud da, məsələn də, özünə deyərsən və yaxud da özünə demirsən, onu tənbih etmə əvəzinə, deyirsən, doğrudan belə, heç mən gözləməzdim, belə, heç inanmazdım o belə eləsin. Yəni, bununla sanki söhbətinə davamına şərait yaradırsan. Burada sən yaxı qıraq çəkib deyəsən ki, mən pislikdən, günün duası ilə bilavasitə bağlıdır deyə bunu qeyd edir. Çünki deyir ki, məni pislikdən xilas et, azad et, uzaq et deyə. Sən burada deyə bilərsən, mən qeybət etməmişəm. Amma hədis-i şərif məsumların kəlamında belə qeyd olunur ki, əs-sakitu kəl-qaillə. Biri danışır, biri sakitcə qulaq asırsa, danışanla qulaq asan günahı eynidir. Burada sən yaxı qırağa çəkə bilməzsən ki, o danışıb. Yəni, ya etirazı etməlisən, fikri bildirməlisən. Əgər bilirsən, bildirsəndə təsir olmayacaq, həmin yeri tərk etməlisən. O nöqteyi nəzərdən günümüzün duasında Allahümmə təhhirni fihi minəd-dənəsi vəl-əqvar. İlahi, bugün məni çirkin əməl və pis işlərdən pak et. Yəni, nə bilərəkdən, nə də bilməyərəkdən mən pis və çirkin işləri etməyim. İkinci duasında وَسَبِّرْنِ فِيهَ عَلَى كَائِنَاتِ الْأَقْدَارِ. İlahi, bugün mənim qarşıma çıxan hər bir asan və çətin işlərdə dözümlü, səbirli, təmkinli, həlim, mülayim olmağı mənə nəsib et deyə bir dua edirik. Kainatil əqdar, Allahın qəza və qədərinə razı olmaq deməkdir. Çox əfsuslar olsun. Bizim yenə qeyd edirəm, cahil-ü nadan o insanlarla işimiz yox. Amma bəzən görürsən, Allahın qədəri ilə Allaha inanan insanlar da razılaşmır. Bəzən elələri naşükürlük eləyir. Məsələn, deyir, namazım yerində, orucum yerində, dilimizdə belə bir, doğru dildə bir söz var. Deyir, mən indiyənə qədər, bu yaşıma qədər bir nəfərin də toyuğuna daş atmamışam. Yəni, məcazi mənada onu işlədirlər ki, yəni heç kimə ziyan və zərər verməmişəm, heç kimi narahat etməmişəm. Amma yenə də çətindir, deyir, gedirəm, axar suyun üstünə quruyur mən ora çatanda. Nə bilim, biri deyir, gəl bunu götür, ora çatanda deyir, alınmadı. Bəzən görsən, bu günümüzdə bir çox insanlar bu kimi narazılıqla mı deyim, Allahın qəza və qədərinə bir sözlə asim olur, bir sözlə razılaşmamaq, səbir, dözüm göstərməmək. Üstündən məsələn deyir, başqa bir yolumuz yoxdur, səbr eləyirəm, amma niyə belə olur? Baxıram, biri heç ibadət eləmir, onun işi qaydasında gedir. Birinin heç namazı, orucu yox, işi elə öz axarındadır. Mənim elə bir işim daşdan çıxır. Bu necə olur, nətər olur? Bu dözümsüzlük özü Rəbbimizin qədərinə qarşı çıxmaq anlamına gəlir. Buyurur, وَصَبِّرْنِ فِيهِ عَلَى كَائِنَاتِ الْأَقْدَارِ. İlahi, bugün məni qarşıma çıxan hər bir asan və çətin işdə yardımcı ol.